Salamlar, vaxtınız xeyirli olsun. Bugün sizə Masazır qəsəbəsində marşruta, məktəbə, Al marketa, Oban marketa, Araz marketa yaxın olan ərazidə iki dənə ev təqdim edəcəyik. Bir evimiz bu 96.000 manatla satışa çıxıb və digər evimiz 86.000 manatla satışa çıxıb. İndi sizə evləri təqdim edirik. Evimiz 4 otaqdan ibarətdir. Bir qonaq otağı, bir geniş mətbəx, 3 dənə də yataq otağı. Bu evimizin həyətidir. Gördüyünüz kimi səliqəli bir həyəti var. Evimizin bir daha bayır vidini sizə təqdim edirik. Evimizdə xırda işlər qalıb, pilləkənlər qalıb və pilləkənin qıraqları, bir də ki balkonun qıraqları yığılacaq. İndi sizə bu evimizin dəhlizidir. Dəhlizdən sağda qonaq otağı yerləşir. İndi sizə evimizin qonaq otağını təqdim edirik. Belə bir geniş, səliqəli bir qonaq otağı var. İndi mətbəxi də sizə təqdim edək. Geniş bir mətbəxi var. Demək olar ki, ev boyunca mətbəxdir. İndi sizə mətbəxi təqdim edirik. Bu evimizin mətbəx hissəsidir. Gördüyünüz kimi geniş bir mətbəxi var. Bəlkə də bir 7-8 metr uzunluğunda bir mətbəxi var. İndi sizə birinci mərtəbədə olan sanitar qurşağını da təqdim edək və ikinci mərtəbədə 3 yataq otağını təqdim edəcək. Bu birinci mərtəbədə olan sanitar qurşağıdır. Evimizin pilləkəni də betondan yığılıb, taxtadan yığılmayıb. Gördüyünüz kimi karkas qoyulub, betonu tökülüb. İndi sizə ikinci mərtəbədə olan yataq otaqlarını da təqdim edək. İkinci mərtəbədə 3 yataq otağı yerləşir. Bayaq qeyd etdiyimiz kimi pilləkənin qıraqları da yığılacaq. Bu ikinci mərtəbədə olan evimizin dəhlizidir. Geniş, səliqəli bir dəhlizi var. İndi bir yataq otağını sizə təqdim edirik. Gördüyünüz kimi çox geniş bir işıqlı yataq otağı var. İkinci yataq otağını da təqdim edirik. Bu ikinci yataq otağımız da çox genişdir. 2 dənə geniş yataq otağı var. Bir dənə də burada ikinci mərtəbədə detski otaq deyirlər də, uşaq otağı deyək. Bir də bir uşaq otağı var. Bu da genişdir. Təqribən 3.50-nin 3.50-yə olan bir otaqdır. Bu da çox balaca da deyil. Belə bir otağı var. Əvvəldə qeyd etdiyimiz kimi bu ev 96.000 manatla satışa çıxıb. Evimizin kubçası da var. İpoteka ilə də yararlıdır. Götürə bilərsiniz. Videomuzu bəyəndinizsə kanalımıza abunə olmağı unutmayın. Öncədən təşəkkürümüzü bildiririk.